Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu, hörmətli qardaşlar və bacılar. Bugün İslam aləminin ən mübarək günündən, möminlərin bayramı olan Cümə günündən danışacağıq. Cümə günü kainatın yaradılışından bu yana seçilmiş bir gündür. İslamda Cümə günü günlərin sultanı, ən əziz və ən böyük gündür. Gəlin bu nurani vaxtı necə dəyərləndirməli olduğumuza birlikdə baxaq. Uca Allah Qurani Kərimdə bu günə xüsusi bir surə, Cümə surəsini həsr etmişdi. Allah Teala Cümə surəsinin 9-cu ayəsində buyurur: Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman dərhal Allahın zikrinə tələsin, alış-verişi tərk edin. Əgər bilirsinizsə, bu sizin üçün daha xeyirlidir. Cümə 9. Bu ayə cümə namazının vacibliyini və cümə gününün əhəmiyyətini açıq şəkildə bildirir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: Üzərinə günəş doğan ən xeyirli gün cümə günüdür. Adəm aleyhisselam o gün yaradılmış, o gün cənnətə daxil edilmiş və o gün cənnətdən çıxarılmışdır. Qiyamət də cümə günü qopacaqdır. Müslim. Lakin bir mühim detalı çoxumuz unuduruq. İslamda günlər hicri qəməri təqvimə görə gecədən başlayır. Ona görə də cümə günü bir gün əvvəldən, yəni həftənin 4-cü günü olan cümə axşamının gecəsindən başlayır. Cümə axşamı gecəsindən, yəni axşam namazından sonra cümə günü axşam namazına qədər olan bütün vaxt cümə günü hesab olunur. Bu səbəbdən cümə axşamı gecəsindən başlayaraq dua, zikir, istiğfar və səlavatı artırmaq böyük savabdır. Cümə günü bir müsəlman nə etməlidir? Bu günə xüsusi hazırlıq görmək vacibdir. Qısıl almaq, yəni boy abdesti, sünnətdir və çox tövsiyə olunur. Təmiz, gözəl və ətirli paltar geyinmək, sivak istifadə etmək, dişləri təmizləmək. Mümkünsə yeni paltar geyinmək və ailə ilə birlikdə məscidə getmək. Cümə namazı isə bu günün ən böyük ibadətidir. Cümə namazı 2 rəkətdir, cəmaatla qılınır və xütbəsi də önəmlidir. Cümə namazı hər bir müsəlman kişi üçün fərzdir və birliyin rəmzidir. Lakin cümə gününün içində gizlənmiş elə bir an var ki, ona icabət saatı deyilir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, o anda edilən heç bir dua rədd olunmaz. Buxari və Müslim. Alimlərin çoxu bu anın əsrdən məğribə, yəni gün batana qədər olan vaxt olduğunu bildiriblər. Odur ki, cümə axşamından başlayan bu mənəvi marafonu cümə günü gün batana qədər dualarla tamamlayın. Bu mübarək gündə hansı surələri oxumaq fəzilətlidir? Mənbələrə müraciət edək. Bu mübarək gündə oxunması fəzilətli olan surələrin başında Kəhf surəsi gəlir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub: Kim cümə günü Kəhf surəsini oxuyarsa, 2 cümə arası onun üçün nur olar. Səhihul Cami 6470. Məşhur hədis alimi Nasirəddin Əl-Əlbani bu hədisi səhih olaraq xarakterizə etmişdir. Hədis şərhlərinə görə bu nur insanın qəlbinə işıq saçaraq onu doğru yola yönləndirir və növbəti cümləyə qədər günahlardan qorunmasına vəsilə olur. Cümə günü yaxud cümə gecəsi oxunması fəzilətli sayılan surələrdən biri də Duxan surəsidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur: Kim cümə gecəsi Duxan surəsini oxuyarsa, günahları bağışlanmış halda sabaha çıxar. Tirmizi, Fəzailül Qur'an. Bu hədis mübarək cümə vaxtının bərəkətindən istifadə edərək tövbə etməyin və Allahın rəhmətinə sığınmağın əhəmiyyətini vurğulayır. Mənbələrdə bu surəni oxuyan şəxs üçün 70.000 mələyin sübhə qədər istiğfar edəcəyi, yəni bağışlanma diləyəcəyi də qeyd olunmuşdur.
Bu surələri oxumaq və mənaları üzərində təfəkkür etmək cümə gününün feyzindən tam mənasıyla yararlanmağa kömək edir. Cümə günü dilimizdən düşməməli olan ən fəzilətli zikir səlavatdır. Rasulumuz sallallahu aleyhi və səlləm buyurmuşdur: Günlərinizin ən fəzilətlisi cümə günüdür. Bu səbəbdən o gün mənə çoxlu səlatu səlam gətirin. Çünki sizin səlatu səlamlarınız mənə təqdim olunur. Əbu Davud, Salat. Hədis şərhlərinə görə bugün gətirilən səlavatlar Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə xüsusi olaraq çatdırılır və bu əməl bəndə ilə Rasulullah arasındakı mənəvi bağı gücləndirir. Cümə günü oxuna biləcək digər dua və zikirlər belədir. İlk olaraq tövbələrin seyyidi, Seyyidül İstiğfar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm müjdələmişdir ki, kim bu duanı səmimi qəlbdən oxusa və o gün dünyasını dəyişsə, cənnət əhlindən olar. Günahlarımızın bağışlanması üçün cümə günü bu istiğfarı mütləq dilimizə gətirək. Allahümmə əntə Rabbi, la ilahə illə əntə, xalaqtəni və ənə abdukə və ənə alə ahdikə. Mənası, Allahım, sən mənim Rəbbimsən, səndən başqa ilah yoxdur, məni sən yarattın və mən sənin qulunam. İkinci, Sübhanallahi və bihamdihi. Mənəvi təmizlik üçün digər bir müjdə. Sübhanallahi və bihamdihi, Sübhanallahil azim. Hədisdə buyurulur ki, kim bunu gündə 100 dəfə desə, günahları dəniz köpüyü qədər belə olsa, bağışlanar. Oxunuşu, Sübhanallahi və bihamdihi, Sübhanallahil azim. Mənası, Allahı həmd edərək nöqsanlardan uzaq tuturam. Uca Allah hər cür nöqsandan uzaqdır. Üçüncü, həm rüzgi bərəkəti, həm də qəbir əzabından qorunmaq üçün bu tövhid zikrini bol-bol təkrar edək. La ilahə illallahul məlikul haqqul mubin. Yəni, haqq və aşikar olan, mülkün sahibi Allahdan başqa ilah yoxdur. Çətinliklərin həlli və işlərin asanlaşması üçün cənnət xəzinələrindən biri olan bu kəlməyə sığınaq. La havlə və la quvvətə illə billahil aliyyil azim. Oxunuşu, la havlə və la quvvətə illə billahil aliyyil azim. Mənası, güc və qüvvət ancaq uca və əzəmətli olan Allaha məxsusdur. 5-ci icabət saatı duası. Və nəhayət, duaların rədd olunmadığı o məşhur icabət saatı. Alimlərin çoxu bu vaxtın əsr namazından sonra gün batana qədər olduğunu bildirirlər. Həmin saatlarda bu dua ilə Rəbbimizə yönələk. Ya Həyyu, Ya Qayyum, bi rəhmətikə əstəğis. Yəni, ey daim yaşayan və hər şeyi idarə edən, rəhminlə səndən kömək diləyirəm. Bu zikirləri xüsusilə cümə namazından öncə və əsr namazından sonra etmək daha fəzilətlidir. Hörmətli izləyənlər, cümə günü sadəcə bir gün deyil, həftənin sultanıdır. Bu günü güsül, təmizlik, cümə namazı, Quran oxumaq, bol səlavat, istiğfar və dua ilə dəyərləndirək. Ailəmizi, yaxınlarımızı, vətənimizi, şəhidlərimizi və bütün müsəlmanları dualarımızda unutmayaq. Allah hamımızın cümə gününü mübarək etsin, dualarımızı qəbul buyursun, günahlarımızı bağışlasın. Amin. Videonu bəyənməyi, abunə olmağı və paylaşmağı unutmayın. Allah razı olsun. Vəsselamun aleykum və rəhmətullahi və bərəkatuhu.